Əziz müsəlmanlar, bu günləri özündə çoxlu xeyirləri cəm etmiş Allah Resulü sallallahu aleyhi və səlləmin bir hədisini sizinlə bərabər oxuyub müzakirə etmək istəyirəm. Hədisi Ənəs ibn Məlik radiyallahu anhu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən rəvayət edərək buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, həqiqətən insanlardan elələri var ki, xeyir qapıları üçün açar, şər qapıları üçün isə qıfıldır. Elələri də var ki, şər qapıları üçün açar, xeyir qapıları üçün isə qıfıldır. Sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, xoş olsun o kəsin halına ki, Allah onu xeyir qapılarının açarı edib. Vay olsun o kəsin halına ki, Allah onu şər qapılarının açarı edib. Subhanallah. Baxın, əziz qardaşlarım, elə hədislər var ki, onu real həyatda, vaqiədə yaşamaq üçün müəyyən bir səbəblər olmalıdır. Elə ayətlər olur ki, bəzən görürsən ki, onu yaşaya bilmirsən həyatında, real həyatda. Çünki yaşadığın mühit və yaxud yaşadığın zaman sənə əl vermir buna. Bəzən elə səbəblər olur ki, subhanallah, həmin o ayəti, həmin o hədisi elə yaşayırsan ki, hər tərəfli əlverişli olur sənin üçün, səbəblər baxımından. Yadıma gəlir, Şeyx Məşhur Həbidəhullah bir günləri hədisi, hansı ki o hədis ki, Yəmənli bir kişi gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem yanına, deyir ki, Allah yolunda döyüşə getmək istəyirəm. Peyğəmbər sallallahu aleyhi ve sellem ona valideynlərinin sağ olması haqqında soruşur. Cavab olaraq deyir ki, bəli, valideynlərim sağdır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, وَجَاهِدْ fihimə, deyir ki, onlarla cihad elə. Yəni, onlara xidmət elə. Sənin onlara xidmətin Allah yolunda döyüş kimidir. Şübhəsiz ki, orada da döyüşün, cihadın növləri var. Hansı ki, o növ fardul kifayə döyüşlərdən idi. Hamiyə fərz olan döyüşlərdən deyil. Şəhid hissəsi, Şeyx Məşhur deyir ki, həmin bu hədisi deyir, mən anamın deyir, yaşlı vaxtlarında anladım deyir. Anam deyir, yaşlaşdı, mənim yanımda qalırdı və həmin bu vaxtda, reallıqda deyir, mən bildim ki, deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem o kişiyə nəyə görə deyirmiş ki, get atanla, ananla döyüş elə. Yəni, atanın, ananın yanında xidmətin döyüş kimidir bir mənada. Vaqiədə deyir, mən başa düşdüm ki, Peyğəmbər sallallahu aleyhi ve sellem nə demək istəyirmiş. Oxuduğum bu hədis də Ənəsin hədisi radiyallahu anhunun həmin o hədislərdəndir ki, reallıq lazımdır. Ola bilsin ki, 3 əsr bundan öncə, 4 əsr bundan öncə bu hədisi kimsə oxuyardı, onun tətbiq etməsi üçün yaşadığı vaxt zaman ona əlverişli olmaz. Lakin, subhanallah, bu günləri elə əlverişlidir ki, bu hədis bizim üçün. Bütün tərəflərdən. Gəlin cümlə bu hədisə baxaq və təfəkkür edək, tədəbbür edək Muhammed sallallahu aleyhi və səlləmin bu hədisinə. Bilmək lazımdır ki, hədislər də vəhi kimidir. Vəhidir. Kimidir? Yox, vəhidir. Nə cür ki, Cəbrail əleyhissalam Quran-ı Kərimi nazil edib, hədisləri də bu cürünə nazil edib. Buna dəlil nədir? Dəlil Allahın kəlamı, hansı ki, Subhanahu wa ta'ala buyurur ki, وَمَا يَنْطِقُ عَنِ الْهَوَى اِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى. O heç bir şey özündən, havadan demir, nə deyirsə vəhy ilə danışır. Sallallahu aleyhi və səlləm. Hədisin şərhinə keçirik. Hədisin cümlələrinə.
Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, həqiqətən insanlardan elələri var ki, xeyir qapıları üçün açar, şər qapıları üçün qıfıldır. Subhanallah, bu günləri görürük bunu həqiqətən. Elə ki, sosial şəbəkələrdə fitnələrin artması, hansı ki o sosial şəbəkələrdə olan fitnələr hamımızın evimizə girib, hamımızın cibimizə girib, nəinki evimizə, subhanallah. Hamımız cibimizə gəzirik o fitnələri, Allah qorusun. Həmin bu vaxtda, ey Allahın qulu, çalış ki, xeyir qapısının açarı ol. Nə badə çalışma ki, şər qapısının açarı olasan. Çalış ki, həmişə xeyirlərdə birinci olasan. Çalış ki, həmişə insanlar zikr edərkən səni, xeyir üzərində səni zikr etsinlər. Nə badə çalışma ki, şər olasan, şərə qapı olasan, şər qapısının açarı olasan. Subhanallah. Sonra buyurur ki, elələri də var ki, şər qapıları üçün açar, xeyir qapıları üçünsə qıfıldır. Allahu akbar. Həmişə şər işlər görür insan. Yatır, durur, şər fikirləşir. Məclislərdə şər fikirləşir. Hara gedir, şər edir. Xeyir qapısının qıfılıdır. Allahu akbar. Şər qapısının açarıdır. Bütün insanlar onu şər kimi tanıyırlar. Hətta belə insanların ölümünü təmanna edirlər. Vallahi. Deyirlər ki, filan kəs kəş görsəydi, şərini bizdən uzaq edərdi. Bütün insanları bezdirmişdi həmin o insan. Həmin o insan bütün insanları bezdirib. Bütün insanların canlı boğazına yığıb, subhanallah. Ona görə çalışıb, xeyrin qapısı ol, şərin yox. Və unutma ki, sən öləcəksən bir günləri. Günlər qısadır, vallahi. Üzümü tuturam o insanlara ki, 30 yaşına çatıblar. Üzümü tuturam 40 yaşına çatan insanlara, 50 yaş sahibinə, 60 yaş sahibinə, subhanallah. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ümmətimin ömrü 60-70 il arasında olacaq. Ümmətimin ömrü 60 il, 70 il. 30 il bundan öncə yadına gəlirmi? O günləri hesablasaydın, kiçik bir dəftər tutsaydın, hər gün yazsaydın ki, bir gün qutardı, 2 gün qutardı, 3 gün qutardı, artıq gəlib çatmışdın, elə deyilmi? 35 ilə, 40 ilə. Bu gündən də etibarən fikirləş ki, 30 il yaşamırsansa, hələ bir önündə Allah sənə yazıbsa 30 ilin də var, hədisə görə. 40 il yaşamırsansa 20 ilin var. 50 il yaşamırsansa 10 ilin var. Allahdan qorx, subhanallah. Allahdan qorx ki, şər qapısı olma. Şər qapılarının açarı olma. Ölüb gedəcəksən ey insan. Ölüb gedəndən sonra məclislərdə, hər hansı bir yığıntılarda, hər hansı bir yerlərdə, istərsə toy məclislərində, istərsə yas məclislərində deməsinlər ki, nə yaxşı filan kəs dünyasını dəyişdi. Qoy desinlər ki, elhamdülillah, filan kəs dünyasını dəyişdi, amma ki, dünyasının dəyişməyi ilə nə qədər xeyirlər qoydu getdi. Nə qədər xeyirlər qoydu getdi. Və çalışmaq lazımdır ki, o insanlar ki, əsər qoyublar, istərsə bidət tərəflərindən, istərsə də pis işlər tərəfindən Allah qorusun, o əsərlərə tövbə etmək lazımdır. Dönmək lazımdır Allaha, subhanahu wa ta'ala. Xüsusilə də Ramazan gəlir. Çalışıb ki, şər qapılarının açarı ilə Ramazana girməmək. Xeyir qapılarının açarı ilə. Vallahi, ömür qısadır. Ömür qısadır və ehtiyatlı olmaq lazımdır. Heç yadımızdan çıxmasın ki, bir neçə gün bundan öncə, bir həftə, 2 həftə bundan öncə Türkiyədə olan zəlzələ, orada ölən minlərlə insanlar, onların heç biri bilmirdi ki, Ramazana yetişəcəklə yoxsa yox. Heç biri bilmirdi, vallahi. Zəlzələ gününə kimi, zəlzələ saatına kimi heç kimin ağlına gəlmirdi ki, zəlzələ olacaq, mən bu zəlzələnin altında qalacam, öləcəm və Ramazana yetişə bilməyəcəm. Sən də ey qul, elə düşünmə ki, Ramazana daxil olacaqsın. Allah bilir nə olacaq. Nə qədər möhlət diyarındasan, xeyirlərin qapılarının açarı ol. Nə qədər möhlət diyarındasan, Allah sənə möhlət verib, xeyir qapılarının açarı ol. Niyyətində həmişə olsun ki, xeyir edəsən. Fitnə əhli olmayasan, fitnə yayanlardan olmayasan,
şər yayanlardan olmayasan, subhanallah. Bir günləri o ölüm bizə də gələcək. İstərsə Allah qorusun bütün müsəlmanları, bizi də həmçinin. İstərsə zəlzələdən, istərsə digər şeylərdən. Kullu nəfsin zəiqatil mevt. Allah buyurur subhanahu teala. Bütün nəfslər ölümü dadacaqdır. Bir gün sən də, mən də, hamımız dünyamız dəyişəcək. Amma dünyasını dəyişmək iki cür olur. Xoş o insanların halına. Hədisin sonunda Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Xoş olsun o kəsin halına ki, Allah onun xeyir qapılarını açar edib. Vallahi, billahi, tallahi. Biz bugünlər görürük. Tarixdə də var. Görürük ki, elə insanlar var ki, xeyir qapılarını açarıdır. Harada xeyir var, birincidir. Harada müsəlmanlara kömək etmək var, birincidir. Harada sədəqə vermək var, birincidir. Harada yaxşı xeyir söhbətlər varsa, birincidir. Harada cənazə namazı varsa, birincidir. Harada xəstə ziyarəti varsa, birincidir. Subhanallah, bu insan sanki bunun üçün yaradılıb. Şübhəsiz ki, yaradılış qayəsi nədir? İbadətdir. Bunlar da ibadətlərdir saydıqlarım. Niyyəti doğru olarsa. Hara baxırsan, haçan baxırsan ki, filan kəsi görürsən ki, Allahümə bərik. Öndədir, Allaha həmd olsun. Xeyirlərdədir. Həmişə xeyir işlərlə. İstərsə özünə, istərsə digərlərinə. Nə yaxşı olar ki, o insan da özünə də, digərlərinə də xeyir istəyənlərdən, xeyirlərin qapılarının açarlarından olsun. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, vay olsun o kəsin halına. Vay, subhanallah, vay bilirsiniz nə deməkdir, Allahu akbar. Vay olsun o kəsin halına ki, Allah onu şər qapılarını açar edir. Hara baxırsan, şər edir. Hansı məclisə baxırsan, şər danışır. Şər söhbətlər edir. Fitnə edir, Allahu akbar. Vallahi, billahi, tallahi. Sən də, mən də, bütün insanlar mücərrəd olaraq qəbirə qoyulan kimi, nəinki qəbirə qoyulan kimi, canını tapşıran kimi, ruhu canından çıxan kimi peşman olacaq. Peşman olacaq həmin günü, həmin vaxtı təmənni edəcək ki, ya Rabbi, kaş ki xeyir qapılarını açar olaydı. İnsan mücərrəd olaraq bu dünyadan kösən kimi təmənni edəcək ki, ya Rabbi, kaş ki xeyir qapılarını açar olaydı. Vallahi, bugün bir gün gələcək. Ona görə nə qədər fürsətdir, Allah da şahiddir ki, Sübhanahu teala dediklərimə, həm özümə, həm də sizlərə tövsiyəm budur ki, Allaha tövbə etmək, Allaha dönmək, Allaha qayıtmaq, çalışmaq ki, xeyir qapılarının açarı olmaq. Biraz öncə dediyim kimi, Ramazana yaxınlaşırıq. Çalışaq ki, pis əməllərimizə tövbə edək. Allahdan bağışlama dilək. Özümüzlə məşğul olaq. Bilirsiniz, əksər vaxtlarda hasan baş verir bu. İnsanlar şərin qapısı olur. O vaxtlar ki, insan özünü unudur, başqalarının eyibləri ilə məşğul olur. Həmin bu vaxtı yavaş-yavaş addımlayırsan. Elə ki gördün ki, özünü unutmursan, özünlə məşğul olmursan, öz eyiblərini ağlamırsan, öz günahlarını gözünün qabağına gətirib, bunun üçün qəlbində sıxıntı keçirmirsən və başqalarına başlamırsan danışmağa, filan kəs belə getdi, filan dövlət belə getdi, filan alim belə getdi. Vallahi, billahi, tallahi, bil ki, sən o şər qapısına yavaş-yavaş yaxınlaşırsın. Bir gün açar olacaqsan. Nə badə özünü unudasın. İstəhvəzə aleyhimu şeytanu fəənsəhum zikrallah. Allah buyurur ki, şeytan onları üstələdi, öz nəfislərini onları unutturdu. Fəənsəhum zikrallah. Allahın zikrindən uzaqlaşdırdı. Fikir verirsin, subhanallah. İstəhvəzə aleyhim şeytan. Yəni, şeytan onları üstələdi. Nəyə görə üstələməkdə məqsədi nədir? Özünün nəfsini unutursun, başlasın başqaları ilə məşğul olmağa. Düşünün ki, subhanallah, insanlar var ki, Allah onlara xeyirlər nəsib eləyir. Bu xeyirlərdən istifadə edə bilmir. Vallahi, insanlar var ki, Allah onlara xeyirlər nəsib eləyir. Günahlarının müqabilindən, hansı ki, vaxtı ilə, özü ilə məşğul olmayıb deyənə, həmin o xeyirlərdən də səmərəli şəkildə istifadə edə bilmir. Allah qorusun, çox təhlükəlidir. Ona görə, əziz qardaşlarım, barakallahu fikum, çalışaq ki, Allaha tövbə edək. Nə qədər möhlət diyarındayıqsa, nə qədər Allahın bizə verdiyi bu ömür varsa, çalışıb xeyirlərə həmişə xeyir qapılarını açarlar. Nə badə çalışıb şər qapılarının açarı olmayaq. Allahdan diləyirəm, Allah subhanahu teala eşitdiklərimizi bizim üçün faydalı eləsin.
Allah subhanahu teala həmişə bizi xeyirlər üçün asarlar etsin, xeyir qapıları üçün asarlar etsin. Uca Allahdan dilərəm ki, Allah subhanahu teala sözlərimizə və əməllərimizə bizi ixlaslı olan qullarından etsin. Subhanəkallahumma bihamdik. Əşhədu an la ilahe illə əntə əstəğfiruka və atubu ileyk.